sonra niyə oxuyuram sualına cavab tapmaq. Niyə oxuyuram? Məsələn, mən niyə oxuyurdum? Bəli, bəli. Əvvəl oxuyurdum müəllimlik ixtisasına qəbul olmaq, müəllim olmaq üçün. İndi niyə oxuyuram? Diplom almaq üçün. Sonra niyə oxuyacağam? Daha yaxşı bir müəllim olmaq üçün. Sonra niyə oxuyacağam? Nə bilim. Məktəbdə işləmək üçün. Bəli, bəli. Bəli. Və ya daha sonra niyə oxuyacağam? Bəlkə magistr oxumaq üçün. Bəlkə doktorantura oxumaq üçün. Nə bilim, müxtəlif dərəcələr almaq üçün, elmi müdafiələr eləmək üçün. Yəni niyə? Və ya indi mən sizdən soruşum. Məsələn, Həmidə niyə oxuyursan? Uzun imtahanını yaxşı vermək üçün, gələcəkdə ibtidai sinif müəllimi olmaq üçün. Bəli. Əzizə sən? Müəllimə gələcəkdə öz ayaqlarım. Bəli, çox gözəl öz ayaqlarının üzərində durmaq üçün. Əla. Bəli. Bəli. Fidan, sən niyə oxuyursan? Mən də sizin kimi müəllim olmaq üçün və yaxşı pul qazanmaq üçün. Bəli, bəli, çox gözəl. Gülsüm, sən niyə oxuyursan? Kardiolog Özümün və olmaq üçün. valideynlərimin xəyalını gerçəkləşdirmək üçün, Bəli. həmçinin Kardiolog olurdun da sən. Yoluna getirmək üçün. Bəli, Bəli, kardiolog. kardiolog. Belki mən ətrafımdakı insanlara yardım etmək istəyirəm. Yəni bunun üçün də maddi lazımdır da. Buna görə də üçün oxuyuram. Çox gözəl. Gələcəkdə kardiolog işim düşsə sənin yanına gələcəm. İnşallah olmaz, amma yəni də. Nuray, sən niyə oxuyursan? Ha? Gəlməyim yanına. Yaxşı. Kardiolog olun gəlməyim. Amma hardasa görüşək falan olur. Yaxşı. Kardiolog ol, görüşək, amma mən sənin yanına gəlməyim. Razılaşdıq? Bəli. Bəli. Əsas odur olun. Əsas o da ol. Sonra hər şey yoluna girer. Bəli. Nuray, sən niyə oxuyursan? Müəyyən məqsədlər var deyə, onsuz da onlara çatmaq üçün biz oxuyuruq da, hazırlıqlar var, təhsil falan ona görə alırıq. Yəni belə deyim, təhsil önəmli deyil, amma xəyalları gerçəkləşdirmək üçün yəni çox vacibdir. Bəli, bəli. Nurgün, sən niyə oxuyursan? Mən gələcəkdə yaxşı bir peşə sahibi olmaq üçün. Bəli. Pəri, sən? Mən mənə verilən həyatı çox yaxşı şəkildə dəyərləndirmək üçün. Bəli. Yəni savadssız olub, söhbət oxumaqdan da gedir. Yəni əgər xəyallarımızı gerçəkləşdirmiriksə, niyə varıq da yəni? Bəli, çox gözəl. Niyə yaşayırıq? Deməli, hamımızın bir məqsədi var. Bu çox qəşəngdir. Yəni hamımız bilirik nə üçün oxuyuruq.